Ermənistan heç vaxt konstitusiyasına dəyişiklik etmək üçün heç bir üçüncü tərəf qarşısında öhdəlik götürməyib və götürməyəcək. Bunu Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə konstitusiya dəyişiklik etmək Ermənistan vətəndaşlarının müstəsna olaraq qərar verəcəyi məsələdir və daxili siyasi gündəmin bir hissəsidir. Mirzoyan vurğulayıb ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün bunu ilkin şərt kimi qoymağa davam etsə də, Ermənistan tərəfi belə bir tələbi qəbul etmir. Konstitusiya dəyişiklik edilməsi məsələsi bizim daxili işimizdir və dövlətimizin daxilində qəbul edilən qərarları heç bir kənar qüvvə diktə edə bilməz, deyə Mirzoyan əlavə edib. Mirzoyanın bu şəkildə açıqlama verməsi faktiki olaraq daxili auditoriyaya hesablanmış belə deyək, bəyanatdır. Çünki daxildə konstitusiya dəyişikliyini Ermənistan hakimiyyətinə müxalif olan qüvvələr Azərbaycanın diktəsi ilə hərəkət kimi təqdim edirlər və Ermənistan hakimiyyətinin faktiki olaraq Azərbaycanın diktəsi ilə oturub durduğunu bəyan edirlər. Ona görə də Mirzoyan da bu şəkildə açıqlamalar verməklə, xüsusilə də seçki öncəsi daxili auditoriyanı anti-hakimiyyət mövqeyindən uzaqlaşdırmaq üçün bu cür bəyanatlar verir. Amma Mirzoyanın nə deməsindən asılı olmayaraq, onların bunu öhdəlik kimi qəbul edib etməməsindən asılı olmayaraq, bizim üçün vacib olan həmin konstitusiya dəyişikliyinin həyata keçirilməsi və müvafiq iddianın oradan çıxarılmasıdır. Bu, baş verəcəyi halda təbii ki, sülh sazişinin imzalanması da, ratifikasiyası da mümkün olacaq. Bu, baş verməyəcəyi halda isə bütün məsuliyyət artıq Ermənistan üzərinə düşəcək və bu dəfə Ermənistan təkcə Azərbaycanın, belə deyək, ortaya qoyduğu mövqeyin yox, həm də beynəlxalq birliyin təzyiqi ilə üzləşmək məcburiyyətində qalacaq. Qeyd edək ki, Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün hal-hazırda tələb etdiyi iki müddəadan biri Ermənistan konstitusiyası və qanunvericiliyi aktlarında özünə və qardaş Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması və dəyişikliklərin edilməsidir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanın mövcud konstitusiyası ölkənin sülh öhdəliklərinə uyğun gəlmir və gələcəkdə imzalanacaq müqavilənin davamlılığına ciddi təhlükə yarada bilər. Xüsusilə də sənəddə Azərbaycan ərazi bütövlüyünə və Qarabağ üzərində iddialara yer verilməsi regional sabitlik baxımından ciddi narahatlıq doğurur. Elçin Şualı, Qafqaz TV üçün.